Salam, bir daha xoş gördük, hörmətli həmkarlar. Demək, bugünkü o hədiyyələri necə hazırladığım, linkləri QR koda necə çevirdiyimi demək, soruşanlar oldu və söz verdim ki, kiçik bir video çəkib göndərərəm. İndi həmin videonu çəkirəm sizlər üçün. Çox rahat və asandır, sadədir. İlk öncə şəkilləri çəkdim və özümdən özümə göndərdim. Öz WhatsApp-ıma demək, yerləşdirdim, WhatsApp-a çəkdim. Sonra həmin şəkilləri WhatsApp-dan köçürərəkdən elə sadə şəkildə sağ düymə kopировать kартинку və yaxud da endirə də bilərsiniz. Həmin şəkilləri bu hissədən yükləyə bilərsiniz və bu şəkildə də istifadə edə bilərsiniz. Demək, sizlərə bir neçə dənə alət təqdim edəcəm. Tamamilə pulsuz olanları təqdim edəcəm, amma biri səhv etmirəmsə müəyyən bir məqamdan sonra pulludur. Amma əksəriyyət demək olar ki, bu tip alətlər pulsuzdur. Çox sadə və rahat idarə olunan alətlərdir. Demək, ilk öncə dediyim kimi şəkilləri çəkdim. Sonra bir Word yaratdım. Bir Word yaradıram. Və Word-ün adını necə istəsəniz qoya bilərsiniz. Və Word-ü yaratdıqdan sonra demək, endirdiyiniz şəkli hansı ki buradan endirirsiniz. Həmin şəkli sizə lazım olan hissədə, sizə lazım olan qovluğun içərisinə nömrələmək məsləhətdir ki, rahat şəkildə biz onu tapa bilək. Qarışdırmayaq digərlərinə. Rəqəmlə nömrələdim. Deyək ki, 1 qoyduq və gəldim Word-ə. Word-də vstavka yerləşdir bölməsindən şəkillərə daxil oluram. Və şəkillərdə hansı qovluğa endirmişəmsə, həmin qovluqdan bura yerləşdirirəm. Sonra altında yazılan yazı üçün ChatGPT-yə müraciət etmişdim ki, istəyirəm biraz maraqlı, biraz da əyləncəli olsun, belə bir iş görmək istəyirəm və onun altında bir slogan, maraqlı bir slogan istəyirəm və o mənə müxtəlif sloganlar verdi. İstəsəniz özünüz dəyişə bilərsiniz və şəkilləri QR kodların üzərində tutduqca da yəqin ki, orada diqqət etdiniz. Altında da yazılar qoymuşdum müxtəlif fərqli cümlələrlə. Biraz motivasiyaçı cümlələr idi. Cümləni deyək ki, bunun alt hissəsində cümlənizi qeyd etdiniz və yaxud nə bilim şeir yaza bilərsiniz və yaxud da göndərəcəyiniz şəxsə hər hansısa bir kiçik sunoda musiqi bəstəlik linkini bura yerləşdirə bilərsiniz. Həm şəkli görsün, həm linkin üzərində vurub, deyək ki, ona həsr etdiyiniz musiqini də dinləyə bilər. Bu sizin öz yaradıcı yanaşmanızdan asılıdır ki, yəni siz nə etmək istəyirsiniz. Sonra həmin sənədi Ctrl-P ilə və yaxud da peçat düyməsi ilə, fərqi yoxdur hansından istifadə edirsiniz, ya Ctrl-P ilə, ya da ki, buradan fayl bölməsindən peçat olan hissəni götürürsünüz. Amma printerə qoşulmuşsunuzsa, printerdən tamamilə şnurlarınızı aralayırsınız ki, o onu PDF kimi saxlanət eləsin. Məndə artıq printer falan qoşulu deyil və mən rahatlıqla onu saxlaya bilirəm. Və şəklin nömrəsində olduğu kimi bu faylın da nömrəsini 1 yazıram. Yəni, Word-ün də nömrəsini 1 yazıb, eyni qovluqda saxlayıram. Artıq bu mənə lazım deyil. Deyək ki, artıq bunu silə bilərəm. Yəni, hər dəfə bağlayıb açmağa ehtiyac yoxdur. Bir dənə bunu delete elədim. Artıq ikinci şəkli yapışdırdım bura. İkincini də bu qovluğu, yəni bu Word faylını, Word uzantısını bağlamadan elə eyni bir faylın üzərində şəkli yapışdırıram, silirəm, yapışdırıram, silirəm. Hər dəfə çap versiyasına keçirəm. Çap versiyasına PDF kimi endirdikdən sonra artıq həmin şəkli ləğv edirəm və yenisi ilə əvəz edirəm. Və PDF kimi əldə etdiyim sənədi nə edirəm? Özümün OneDrive-ımda, deyək ki, fayllar bölməsində bir qovluq yaratdım. Qovluğun adını deyək ki, Polis Akademiyası olaraq adlandırdım və bura yerləşdirdim həmin o PDF-ləri. Buradan da OneDrive-ınızda, bu sizdə Google diskdə də ola bilər, yəni siz hansı internetdən, hansı maildən istifadə edirsinizsə, həmin mailin
Əgər yaddaşı varsa, Google-dusa Google Disk ola bilər, Microsoft-unsa OneDrive ola bilər və s. Create upload, yəni yarat və yaxud yüklə düyməsini buradan vurursunuz və buradan file, çünki bizdə qovluq deyil, qovluq olsa folderini götürərdik, file olduğuna görə file vururuq və harda yerləşdirmişsinizsə, mən indi axşam üzərində çox işlədiyimə görə məndə artıq birbaşa açır, siz indi buradan baxırsınız, tutalım ki, Polis Akademiyası qovluğunda, buradan linklər bölümündə idi və buradan daxil olduğumuz bu hissədə bu PDF-in üzərində vurub Открыть düyməsini vurduqda artıq bizim PDF yüklənir OneDrive-ə. OneDrive-ə yüklənmiş demək həmin sənəd burada görünür və biz Share düyməsini vurmaqla, indi burada məndə niyə yükləmədi? Çünki artıq həmin adda var idi məndə fayl, o səbəbdən yükləmədi. Düşünün ki, artıq yüklənir və burada demək Share düyməsinə vururuq. Burada diqqət edirik, yəni burada bəzi məqamlara. İndi məndə belə bir problem yoxdur, yəni Can Editdə qoymuşdum. Can View-nu da qoya bilərsiniz, sadəcə baxma rejimi və yaxud redaktör rejimində də qoya bilərsiniz. Necə istəyirsiniz, yəni baxır hansı auditoriyada işləyirsiniz və yaxud indirməyə icazə və s. Yəqin ki, bunları artıq bilirsiniz. Burada mən elə Can Editdə, yəni redaktə edə bilər rejimində saxlamışdım və buradan sadəcə bu hissə açılan kimi heç yerə ad falan yazmadan, əgər şəxsiyə göndərməyə düşünürsünüzsə, o zaman burada həmin şəxsin mailini yaza bilərsiniz. Yox, ümumi qrupa göndərmək istəyirsinizsə mənim kimi, o zaman və yaxud bunu siz özünüz mən etdiyim kimi QR kodları edəcəksinizsə, copy link vurursunuz. Link artıq kopyalandı, burada da qeyd olundu link copied və həmin linki nə edirəm? İndi kopyaladığım linki artıq bu hissəni bağlayıram, mənə lazım deyil. Və misal üçün axşam bununla etmişdim. grcode.pl bununla etmişdim mən. İstəsəniz videonu dayandırıb stop edib screen edə bilərsiniz, orada adına daha dəqiq baxmaq üçün. Və bu səhifədən aşağı hissəyə düşdükdə, burada yalnız bu deyil, baxın burada başqa bir prosesləri həyata keçirmək üçün maraqlı bir sistemləri var. Bu hissədə, URL yazılan hissədə Ctrl-V ilə yerləşdirdim bura, götürdüyüm linki və sadəcə bu düyməni vururam. Vuran kimi anında gördüyünüz kimi artıq kod yarandı və siz burada Enter düyməsini vurmaqla, yüklə düyməsini vurmaqla həmin kodu, demək, mən görürsünüz, endirdiyim kimi burada özünüzə uyğun olan qovluğun içərisində Saxranit düyməsini vurub Saxranit eləyirsiniz. Və yaxud da fərqi yoxdur, yəni kod generator burada oldu və yaxud da belə bir səhifədə var, bu da çox rahat, demək ki, uzun illər mən bu səhifədən istifadə etmişəm. Link to code generator bu hissədən. Bu da çox sadə şəkildədir. Yəni, burada da eyni qaydada qoyursunuz linkinizi bu hissəyə və Great Free Grcode vuran kimi gördünüz, altında yarandı. Siz istəsəniz, buradan da download etsəniz, artıq yüklənəcək həmin kod. Siz istəsəniz bunu, məsələn, belə deyək də, yaxın dostunuzun, tanışınızın, ad günləri və s. üçün də belə bir şey də edə bilərsiniz. Misal üçün, tutalım ki, QR kodu indirirsiniz. Sadəcə mənim zamanım olmadı. Düşünürdüm bir kiçik fincanlar düzəldim. Yəni, daha doğrusu kiçik fincanlar üzərinə QR kodları yapışdıranlara düşünürdüm, müraciət edim. Çatdırmadım vaxt darlığından. Demək, fincanın üzərinə və yaxud da tişörtlərin üzərinə və s. bu şəkildə QR kodları hazır edib yapışdıra bilərsiniz. Telefonla üzərinə tutduqda, yəni onun altında gizlənən yazıdırmı, şəkildirmi, nədirsə artıq o görsənən olacaqdır. Belə bir şeylər də edə bilərsiniz. Tək yəni bizdə şəkil deyil, indi misal üçün mən şəkil qoymuşdum. Siz istəsəniz bir mətnin linkini oraya yerləşdirə bilərsiniz, PowerPoint linkini yerləşdirə bilərsiniz. Yəni istədiyiniz internet üzərindən olan bir şeylərin videonun linkini QR koda çevirib yerləşdirə bilərsiniz. Əsas məsələ o deyil ki, şəkil olsun. Və yaxud da demək bircə dəqiqə bunda biraz problem var.
Bunu bağlayaq. Hə. Sonra bir də bu da var. Yəni bunun da imkanları genişdir. Siz burada QR kodun rənglərini belə verə bilirsiniz. Buradan rəng seçimi edə bilirsiniz. Digərlərində də bu funksiyaların əksəriyyəti var. Eyni zamanda burada mətin, e-maildir, nömrədir, vizit kartlardır. Vizit kartın QR kod şəklində sizin nömrə və informasiyalarınız altında yerləşə bilər. Lokasiyanın QR kodunu yarada bilərsiniz. Wi-Fi-nin QR kodunu, SMS-in hər hansısa bir QR kodunu yarada bilərsiniz. Və burada götürürsünüz. Mən sadəcə linki aktiv saxlamışam. Yenə də burada bu hissəyə yerləşdirirsiniz. Burada artıq hər hansı bir düyməni vurmadan görürsünüz, anında bu tərəfə QR kod verdi. Baxın, mən bu hissəni silirəm. Sildim. Baxın, bir deməyə heç zaman çatmır. Baxın, anında. Heç mən əlimi düymədən çəkmədən artıq QR kodumuz bu hissədə gördüyünüz kimi hazırdır. Burada digər bir məqam da nədir? Digərlərindən fərqli olaraq. Orada birbaşa sizə endir düyməsini verirsə, burada siz onu hansı formatda, yəni hansı fayl uzantısında seçmək istəyirsiniz? PNG-dir, JPEG-dir, SVG-dir və yaxud da sadəcə kopirovat eləmək istəyirsiniz və yaxud da şey edib birbaşa bu şəkildə də paylaşmaq istəyirsiniz. Belə də edə bilərsiniz. Yəni bu sizin özünüzün öz yanaşmanızdan asılıdır. Vəssalam, yəni bu qədər sadə idi bu proses. Mən indi bu linki yerləşdirəcəm YouTube-a və atacağım ki, rahat şəkildə baxa biləsiniz ki, videolarla yəni yüklənməsin telefonunuz.